Mardin'de ilk günüm necə keçdi? Yaxın oturum, bundan danışın. Qaldığım otel Mardin'in əski qonaqlarından biri idi. Otelə səhər yeməyi ilə birlikdə 100 AZN ödədim. Beləliklə Mardin gəzintisinə başlayıram. İlk getdiyim yer qədim Assurların, yəni Suryanilərin kilsələri olur. 50 TL ödədiyim kilisəyə, daha sonra dayı gətirib bir şam verir ki, pul ödəmisən, şam yandır bari. Sonra Mardin küçələrini gəzməyə yollanıram. Əvvəlcə 12-ci əsr memarlıq nümunəsi olan Ulu Camiyə gedirəm. Burada Mardin uşaqlar 50 TL-mi alıb bu şəkilləri çəkirlər. Mardinin eşək südündən hazırlanmış sabunları çox məşhurdur. Mən də 1-2 dənə alıb yollanıram məşhur Kasimiyə mədrəsəsinə. Kasimiyə mədrəsəsi Ağqoyunlu memarlıq incəsənətinin nümunəsidir və çox gözəldir. Burada gəlinlə bəyi də görüb Mardin küçələrinə geri qayıdıram. Hər tərəfdə halay çəkirlər. Mardinin ən məşhur məkanlarından birində, Zinciriyə mədrəsəsində. Burada gün batımı elə ecazkar olur ki, günəş sanki 1000 illik daş evlər üzərinə qızılı bir pərdə salır. Müşahidə eləyib ən qəşəng şəkil çəkdirən xanımlardan mənim də şəkillərimi çəkməsini xahiş edirəm. Elə bilirəm pis alınmayıb. Sonra gedirəm tarixi Sultan sofrasında məşhur Mardin tabağı yeməyə, qiyməti 450 TL idi. Mardin gecələri tam başqadır. İşıqla bəzədilmiş küçələrdə gəzmək insanın ruhunu dincəldir. Günümü tarixi küçələrdə dolaşaraq burada gördüyüm şirin kafelerin birində oturub menengeç kofesi içib və canlı musiqi dinləyərək bitirirəm. Ardı növbəti vlogda. Kalmadan affet, tam ayrıldık sen. Çünkü sen